İş var yoldaşlar, iş var. Xarici dil bilənə, ingiliscə bilənə iş var. Mən sizə bir neçə variantdan bəhs etmək istəyirəm. Misal üçün, ingilis dili və kompüter biliklərdən malisinizsə, çox sadə, yəni bir iş var. Beynəlxalq təhsil mərkəzində 500 manatdan yuxarıdır. Yəni bu, belə deyim də, güclü bir tələbləri yoxdur. İngilis dilini danışıq bacarığınız varsa, kompüterdə işləyə bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Bu bir variantdır. 9-dan 6-ya kimidir. Beynəlxalq təhsil mərkəzidir. Köroğlu metrosunun yaxınlığındadır. Amma daha yaxşı variantları da ola bilir. Dediyim kimi, mən bir qismindən bəhs etmək istəyirəm. Yəni, hamısından bəhs etmirəm. Digərlərindən də tanış olmaq istəyirsinizsə, onunla bağlı özəl dəstək vermək ola bilər sizə. Sonra inzibati işlər üzrə köməkçi iş var PMD-də, PMD Project MMC-də. Deməli, bu yoldaşlar oxşar vəzifədə 6 aylıq iş təcrübəsi tələb edir. İngilis dilini yaxşı bilməyi tələb edir, ofis proqramlarını bilməyi tələb edir. Bu, belə bir variant da var. Daha yüksək, daha yaxşı variantları da olur yoldaşlar. Böyük ehtimal indi mən irəliləyən dəqiqələrdə deyəcəm sizə. Misal üçün, gəlin elə deyim. Misal üçün, rus dilində bilirsinizsə paralel olaraq və ingilis dilində bilirsinizsə əla. Ofis meneceri işi var. Azərbaycan Üzvçülük Federasiyasında 800 manat verir. Yəni, belə variantı da var. Hətta yüksək əmək olan variantları da olur. Misal üçün, əməliyyat şöbəsi üzrə operator işi var. 850 manatlıq beynəlxalq şirkətdədir, DHL Azərbaycanda. 22-35 yaşlı bəy olmalısınız, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlisiniz, ali təhsilli olmalısınız, bir illik iş təcrübəniz olmalıdır, Nərimanov rayonundadır. Ümumiyyətlə, xarici dil bilirsinizsə, olsun, daya işi də var yeri gələndə. 1200 manatlıq variantı da olur. Olsun, mən sizə hal-hazırda 1000 manatlıq variantından bəhs eləyə bilərəm. Ağşəhərdə 5 ildən artıq iş təcrübəniz varsa, 3 yaşlı uşaqdır, 6 günlük iş qrafikidir, ingilis dilini mütləq bilməlisiniz, 30-45 yaşlı belə bir dayə işi də var 1000 manatlıq. Mən sizə başqa işdən də bəhs etmək istəyirəm, 1-2 dənə də. Amma bu demək deyil ki, elə qalan cəmi budur. Digər işlər də olur yoldaşlar. Dediyim kimi, işlər elə ancaq bunlardan ibarət olmuş. Misal üçün, xarici turistlər üzrə bələdçi işi var. Şimali Azərbaycan TÜVə şirkətində. Rus və ingilis dilini yüksək səviyyədə bilirsinizsə, əmək haqqısı 900 manatdır. Amma üstə gəldə bonuslar da var. Bax, belə bir variantda da iş imkanı var. Və işi də öyrədirlər, təcrübə də keçirirlər sizə. Xarici turistlərə tur aparmaq üzrə bələdçi işidir. Yəni, fikir verdinizsə, təcrübə keçirilir sizə. Yəni, əsas məsələ gülərüz olun, xoşrəftar olun, insanlarla işləmə bacarığınız olsun. Turlar da Bakı ətrafında və ölkəmizin bölgələrində olur. Yəni, belə bir işə marağınız varsa, yəni ciddi bir şərti yoxdur. Əsas məsələ xarici dili biliyidir. Bir də şəxsi keyfiyyətlərdən birini misal verdim sizə. Bundan əlavə, xarici şirkətin ABŞ-ın Houston şəhərində yerləşən ana şirkətin Bakıdakı filialında, Bakı Calls şirkət MMC-də ofis dəstəyi işçisi var, call center operatoru ki var. Burada da, misal üçün, ingilis dilini yüksək səviyyədə bilmək tələb olunur sizdən, şifahi və yazılı şəkildə. Burada da 850 manatdır. Yəni, əslində, əmək haqqı yüksəkdir. Sadəcə əlinizə gələn, yəni, belə deyim, net əmək haqqı 850 manat olur. Axşam növbəsi var, bir də gecə növbəsi var, yoldaşlar. Axşam növbəsi günorta 4-dən axşam, gecə daha doğrusu 12-yə kimi. Gecə növbəsi gecə 12-dən səhər saat 8-ə kimidir. Köroğlu metro stansiyasına yaxın yerdə yerləşir. Bu işlərdə müraciət etmək üçün CV-niz olmalıdır, yoldaşlar. CV ilə bağlı da necə göndərə biləcəksiniz? Ümumiyyətlə, bu işlərə necə müraciət etməniz lazımdır? Və yaxud da digər işlərdən də tanış olmasınızsa, bir sözlə iş tapmaca səsini çəkirsinizsə, uzun müddətdə əgər iş axtarırsınızsa, o halda özəl dəstəklərimizdən istifadə edə bilərsiniz. Bununla da bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Siz bu videonu harada görürsünüz? YouTube-da mı görürsünüz? YouTube-da görürsünüzsə, misal üçün, videonun üzərində adında əlaqə vasitəsi yazılıbdır, qeyd olunubdur. Yox, əgər siz bu videonu TikTok-da mı görürsünüz? TikTok-da görürsünüzsə, o zaman doğru əcəb sözünə toxunun. Sözə toxunduqdan sonra kanalın altına daxil olursunuz, kanala daxil olursunuz və kanala daxil olduqdan sonra görəcəksiniz ki, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.